Bu dəqiqə ən çox əziyyət çəkirlər nəydən? Onkologiyadan. İnanın ki, mən həmin o onkoloji xəstələri özüm də görəndə çox pis oluram, nə qədər də özümə gələ bilmirəm. Onkoloji problemlərin özündə də belə təbii vasitələrdən istifadə etdikdə biz onun necə də faydasını aldıqlarını, xeyrini gördüklərini, hətta analiz cavablarını, MRT-ni gətirdikdə bizə müsbət nəticə əldə olunanda özümüz də nə qədər sevinirik, yəni o insanlar qədər ki, həqiqətən də biz bu xəstəliyə hardasa qalib gələ bilirik. Bəli, təbii vasitələrlə bu mümkündür. Və mən həmin vasitələrdən biri də nədir? Qara sarımsaq, o haqda danışmaq istəyirəm. Qara sarımsaq bir nömrəli onkoloji problemlərin qarşısını alır və eyni zamanda böyrək problemi olan adamlarda, böyrək büzüşməsində gündə bir sarımsaq, həmin bu qara sarımsağı qəbul etmək nə qədər faydalıdır, özünüz bilsəz. İnanın ki, biz bunu hər gün istifadə edərik. Özü qara sarımsağı necə əldə edirlər? Onu da mən sizə bir maraqlı bir bunun hazırlama qaydası var. Bu adi ağ sarımsaqdır və bunu yetişən zaman xüsusi fermentasiya yolu ilə onu bir otaq temperaturunda saxlayaraq tamamilə yetişdirirlər və o belə bir tam yetişib vitamin, mineral balansı olan qara sarımsağa çevrilir. Yararlamaq istəyirsiniz, qara sarımsağın yağı da var bizdə və bunu biz burada yoxdur. Yəni həqiqətən də Azərbaycanda biz buna rast gələ bilmirdik. Bunu biz yenə də digər xarici ölkədən gətirmişik. Yağı var, bəli, yağında istifadə edirlər, istifadə qaydasını da izah veririk. Ancaq sarımsağın özü birinci dəfədir ki, bizə gəlib və buyurub yararlana bilərsiniz.